mən dəyərsiz olduğuma inanıramsa, ən xırda bir şeydə mən bu inancım aktiv olacaq, doğrumu? Bir insan misal üçün görüşəndə mənim üçün göz kontaktı önəmlidir misal üçün. Mən insanlarla vizual insan olduğum üçün, görsel insan olduğum üçün mənim üçün çox önəmlidir. Mən görüşdüyüm insanların gözünə baxaram və yaxud danışdığım insanların gözünə baxaram. Və kimsə gözünü qaçırdığında mən düşünürəm ki, məni dinləmir o insan. Yəni bu görsel qavrama şəkli, görsel zəkalı olduğum üçün bu belədir. Bu zəka səviyyəsi daha basqın olduğu üçün bu belədir. Amma indi deyək ki, bununla bərabər mən eyni zamanda dəyərsiz olduğuma da inanıramsa, bir insan mən danışanda mənə baxmasa və yaxud mənlə görüşüb, əl verib görüşəndə gözümə baxmasa nə olacaq? Mənim o inancım aktiv olacaq. Dəyərsiz hiss edəcəm. Hiss etdiyim şey məndən əlaqəlidir. O insan mənə bilərəkdən dəyərsiz hiss elətdirməyə qərar verməmişdi ki, gedim Gülbağ ilə görüşüm, ona mən dəyərsiz hiss etdirim, doğrumu? Demək ki, sonda aldığımız hiss bizdə olanlardır. Biz bugün baxmalıyıq ki, həyatda biz hadisələrin sonunda nə hiss edirik? Sonra o duyğunu Hisslərimiz çox var. baxmalıyıq. Hə, hisslərimiz çox maraqlı bax bir məqamda ki, bax, biz sonda nə hiss etdik? O bizdə olduğu üçündür. Çünki bizim şuuraltımız yeniliyə açıq bir struktur deyil. Nə varsa təkrar onu hədəfləyir yaşamaq üçün. O dəyərsizlik inancı varsa təkrar-təkrar o isbat olunur həyatda. Bax, gördün, dəyər versəydim misal üçün mənə baxardı deyir. Bax, dəyərli olsaydım məni sevərdi. Niyə yaşadır? Misal dəyərsiz olduğuna inanır. Onun o şuuraltı sanki ona oyun oynayır. Gedib onu elə insana aşiq edir ki, hansı ki o insandan qarşılıq görməyəcək. Nə olur? Qarşılıq vermir, görsən, mən dəyərsizəm də, mən dəyərli olsaydım mənim sevgimi qəbul edərdi. Amma özünə dəyərli olduğuna inansa, həqiqətən ona dəyər verəcək insanı həyatına çəkər, o insana aşiq olar və o inancını təkrar sübut etmiş olacaq. Çünki biz bir şeyə inanırıqsa, onu eyni zamanda isbatlamağa çalışırıq. Doğrumu? Doğru. Demək ki, sonda bizim içimizdə olan bir şey tətiklənir. Yəni bu gün baş verənlər bayaq da qeyd etdiyim kimi bir tetikləyicidir və o bu gün açığa çıxır. Əslində bu gün əlaqəli deyil, keçmişdən əlaqəlidir. Çox maraqlıdır.